Ən çox yayılmış psixoloji müdafiə üsullarından biri proyeksiya adlandırılır. Proyeksiya insanın öz daxili vəziyyətini başqasına yamsılamasıdır. İnsan bəzən qəzəbləndiyi bir anda, gərginləşdiyi bir halda, emosional duyğusunun şiddətləndiyi bir dönəmdə əslində özündə olan halı başqalarına nisbət verərək başqalarının ozur olduğunu iddiası, başqalarının ozur olma iddiasını eləyə bilir. Məsələn, mən əsəbləşdiyim bir halda belə bir iddiada ola bilərəm ki, hamı mənə qarşı aqressivdir. Yəni əslində aqressiv olan, gərgin olan, əsəbi olan mənəm, amma hamının mənə qarşı aqressiv olması iddiasında ola bilərəm. Və yaxud da bəzən mən ola bilər başqa bir insanların paxıllığını çəkəm, həsəd aparam onlara, amma bir gərgin situasiya yarandığı zaman hamının mənə qarşı xain və ya həsəd hissi ilə yaşadığını iddia eləyə biləm. Bəzən insanlar öz duyğularını, hisslərini başqalarına yansıdaraq başqalarını günahkar görməyə çalışırlar. Bu da daxillərində olan o mənfi emosional gərginliyin azaldılması üçün olur. Digər psixoloji müdafiə mexanizmlərindən biri əvəzləmədir. Bu nədir? İnsan bəzən hər hansı bir hadisə zamanı narahatlıq və gərginlik içində yarananda insan həmin bu narahatlığı və gərginliyi daha təhlükəsiz bir yerdə təzahür etdirir. Məsələn, deyək, hər hansı bir iş rejimində, hər hansı bir mühitdə kimləsə qəzəblənibsə, narahat olubsa, əsəbləşibsə, həmin şəxs bu hirsini, bu qəzəbini daha təhlükəsiz olan bir şəxsə, ailəsinə və ya evladına yönəltməklə daxilindəki gərginliyi əvəzləməyə çalışır. Ki, bu da insanın beyninin psixoloji müdafiə mexanizmlərindən biridir.